Salam. Necəsiz gənclər? Yaxşı olun. Deməli qardaşlar. Bunu tanıyırsınız, tamam, neyse. Yaxşıydınız. Düz 40 min sürmüş ama o filtrdən 40 min. İbrahim aç onu görək nə çıxır. 40 min. Kəsibisini göstərəcəm sizə. Deməli qardaşlar, bunu kəsdik. Bunu kəsdik. Bu orijinal filtrin vəziyyəti. İndi gəl bunu kəsə görə içində nə var. Deməli, gördüyünüz adi kağız filtrdir. Yəni onun içində preslənir. Amma bu kağızda detalda çox fərq var. Bu bunun pis tərəfidir, görüyorsunuz. Yanacağı ucu təmiz verir. Bu isə bunun yanacı çıxdığı tərəfidir. Geçəndən gələn yanacağı. Bu üstündən çıxan görsün nə gündədir. Bu yüzü görürsünüz. Amma siz firma ilə 20 manata, 15 manata, 30 manata qoyduğunuz filtrlərdə bu keyfiyyət yoxdur. Ona görə də çalışın qardaşlar, orijinal qoyun ki, sonra əziyyətini çəkməlisiniz. Mən bunu hardasa 40 min sürmüşəm. Bax, 40 min sürdüm. Bax, görürsən. Görürsən. Sonra da dizeli pisləməyin qardaş. Yaxşı detal qoyun ki, çox da sürə bilərsin. Bax, 40 min sürülmüş filtr, bir də filtr 5 min sürülmüş filtrdə sizə çəkib göstərəcəm. Yadınızda qalsın.